Herkese salam, hər vaxtınız xeyir olsun. Bugün iki sualı cavablandıracağım. Birinci sual, pəhriz ömürlükdürmü? Xeyr, pəhriz ömürlük deyil. Pəhriz kitabında da göstərildiyi kimi, pəhrizin müddəti 2 ildir. 2 il ərzində uşağın bədənindəki bütün ağır metallar, toksinlər, gluten və kazein qalıqları tamamən təmizlənmiş olur və ondan sonra sağlam qidalanmaya keçmək mümkündür. Bizi soruşursunuzsa əgər, biz 2 il 6 ay kəskin, yəni ciddi pəhriz saxlamışıq, ondan sonra sağlam qidalanmaya keçmişik və bu günə qədər də davam edirik. Amma bu hər uşaqda fərqli ola bilər, yəni bu vaxt fərqli ola bilər. Belə ki, ana müşahidə edərək özü qərar verir ki, bəli, biz artıq sağlam qidalanmaya keçə bilərik. Və ikinci sual, biz pəhrizə başlamaq istəyirik, amma bilmirik hardan başlayaq, həm də bilmirik ki, pəhrizin bizim uşağımıza xeyri olacaq ya yox. Hardan başlayaq deyəndə ki, bu barədə keçən videomuzda danışmışdıq, amma kitabları oxuyub, ondan nəticə çıxardıb tətbiq etmək sizə çətin gəlirsə, heç olmasa pəhrizin 5 qaydası, 5 əsas qaydasına riayət edərək, çox demirəm, 1 ayda demirəm, heç olmasa 2 həftə ciddi şəkildə saxlayın. Onda görəcəksiniz ki, pəhriz sizin uşağınıza nə cür təsir edir və nə cür nəticəni artıq gözünüzlə görəcəksiniz. Nədir bu 5 qayda? Bu 5 qaydanın birincisi və ən vacibi market məhsullarından, yəni paketlənmiş qidalardan imtina etməkdir. Bütün paketlənmiş qidalardan, üzərində Y kodu olan bütün qidalardan imtina edirik. İkinci qayda, bütün gluten tərkibli qidalardan imtina edirik. Yəni un və un məmulatlarından, yəni qara çörək, ağ çörək fərq etmir, bütün çörək növlərindən imtina edirik. Üçüncü qayda, kazein tərkibli qidalardan imtina edirik, süd və süd məhsullarından. Dördüncü qayda, deməli, təmizlik məhsullarıdır, kimyəvi məhsullar, hansı ki, bu yalnız istifadə zamanı deyil, həm də hava damcı yolu ilə, yəni nəfəs alma yolu ilə də uşağın bədəninə gedir, dəri vasitəsilə də sovrulur. Yəni, əlbəttə, başa düşürəm, bunu birdən-birə etmək, təmizləmək evdən mümkün deyil, amma yəni, mümkün qədər uşağı nəzarətdə saxlayırıq ki, bu vasitələrlə təmasda olmasın. Və 5-ci qayda günlük rejim və sağlam mətbəxdir. Ki, burada əgər sizə aydın olmayan nə isə varsa, şərhlərdə yazın, gələn söhbətlərimizdə bu 5 qaydanın 5-i haqqında da ayrı-ayrılıqda danışa bilərik. Bugünkü söhbətimizin də sonuna gəldik. Sonda yenə sizinlə sağollaşıram və bir-birimizə faydalı olmaq diləyi ilə deyirəm. Hələlik.